Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək, bugün dünyada və ölkəmizdə hansı vacib tibb hadisələri baş verib? Kimlər oruç tuta bilməz? Bu sualın cavabını səhiyyə mütəxəssisi verib. Baxaq görək, hansı xəstəlikləri olanlar və nəyə görə oruç tutmaqdan kənarda dayanmalıdırlar? Kimlər oruç tuta bilməz? Ramazan ayında oruç tutmağın insan sağlamlığına müsbət təsirləri olsa da, bəzi hallarda isə tam əksinə, mənfi hallarla nəticələnə bilər. İnsulin və ya qan şəkərini azaldan dərmanlardan istifadə edən diabet xəstələri, şiddətli və kəskin dönəmdə olan ürək-damar xəstəliyindən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar, qan şəkəri tez-tez normadan aşağı düşənlər, mədə və ya 12 barmaq bağırsaq xorası, xroniki qaraciyər və xroniki böyrək xəstəlikləri, çətin və ya ciddi xəstəlik səbəbilə əməliyyat keçirmiş və müntəzəm qidalanmalı vacib olan, aktiv yoluxucu bir xəstəlik olanlar həkimlərin icazəsi olmadan oruç tutmamalıdırlar. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev səhiyyə.gov.az saytına verdiyi müsahibədə deyib. Həkim həmçinin bildirib ki, sağlam insanların oruç tutmağı tibb ictimaiyyəti tərəfindən də qəbul edilən insan səhhəti üçün faydalı prosesdir. Uqandada Ebola virusundan daha 2 nəfər həyatını itirib. Baxaq görək, yeni yoluxan 14 nəfər arasında vəziyyəti stabil yoxsa ağır olanlar nə qədərdir? Ümumiyyətlə, epidemiya elan olunacaqmı ölkədə? Ebolaya yoluxanların sayı 14-ə çatıb. Uqandada son bir həftədə Ebolaya yoluxma sayı 14-ə yüksəlib. Artıq Eboladan 2 ölüm faktı təsdiqlənib. Afrikanın əsas ictimai səhiyyə agentliyi bildirib ki, yeni epidemiya bu yoluxucu xəstəlikdən ölən 4 yaşlı uşaqla əlaqədardır. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzlərindən Dr. Ngashin Ngogon jurnalistlərə bildirib ki, 5 yeni yoluxmadan 3-ünün Ebola, ikisinin isə ehtimal olunan Ebola kimi təsnif edilib. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması mərkəzindən ilk qurban da daxil olmaqla əvvəlki 9 Ebola hadisəsinin birbaşa epidemioloji əlaqəsinin olmadığını deyib. Övladı olanlar daha gec qocalır. Həm əhvalları yaxşı olur, eyni zamanda fiziki olaraq da qocalmaları yavaşlayır. Görəsən nəyə görə? Alimlər bunun səbəbini tapıblar. Eyni zamanda 4 övlad anası olan həkim mütəxəssisdən də bu məsələnin onun öz təcrübəsində nə qədər rastına çıxıb-çıxmadığını da soruşduq. Baxaq görək, cərrah oftalmoloq Leyla Kazımova bu xəbər haqqında nələr dedi və ümumiyyətlə alimlərin araşdırmasına da diqqət edək. Övladı olanların beyin funksionallığı artır və qocalma prosesi ləngiyir. Bu təsir həm qadınlarda, həm də kişilərdə müşahidə olunur. Avstraliya, Sinqapur və Amerika Birləşmiş Ştatından olan tədqiqatçılar təxminən 55 yaşlarında olan 19.964 qadın və 17.607 kişidən alınan maqnit rezonans görüntüləmə məlumatlarını təhlil edərək, onların uşaqlarının sayı ilə beyin funksiyası arasındakı əlaqəni araşdırıblar. Yaşlandıqca sinir əlaqələri zəifləyir, bu isə yaşlanma prosesinin normal bir hissəsidir. Əvvəla, yaşlı insanlarda beynin hərəkətə, fiziki hisslərə və sosial təmasların saxlanmasına cavabdeh olan sahələrinin fəaliyyəti pisləşir. Bununla belə, uşaq böyüdən insanlarda sinir əlaqələri sabit qalır və onların gücü birbaşa insanın böyütdüyü uşaqların sayı ilə əlaqələndirilir. Alimlər gənc qalma prosesini doğum və ya fiziki aktivliklə deyil, daha çox qayğı, sevinç və məsuliyyət kimi hisslərlə bağlı olduğunu iddia edir. Bu məsələ ilə bağlı cərrah oftalmoloq Leyla Kazımova STV xəbərə öz münasibətini bildirib. Əlbəttə, bu dünyada yaşamaq üçün insanın bir məqsədi olmalıdır, insanın bir səbəbi olmalıdır. İnsan səhər tezdən duranda o məsuliyyət hissini hiss etməlidir ki, mən kimi üçün, nə etməliyəm, nə cür etməliyəm. Bu insanın hər hansı bir xəstəlikdən sağalmağına da əlbəttə kömək edir. Bəzi analar, mən xəstələnə bilmərəm, çox yata bilmərəm, mən buna haqqım yoxdur, filan işləri bəs kimlər edəcək? Bunu daha çox biz müəllimlərdə müşahidə edirik. Fikir vermisinizsə, orta məktəb müəllimləri, universitet müəllimləri gec qocalırlar. Nə gözəl belədir, amma bu cürdür. Burada da altda yatan bir səbəb var. Mən düşünürəm ki, bu dediyiniz alimlər də çox gözəl bunu qeyd edib və sübut edib ki, daima beyin işlədirlər.
daima bir disiplində yaşayırlar. Bir səliqə-səhmanda, eyni zaman durmaq, eyni vaxtda qidalanmaq, hər gün mütaliə etmək, hər gün o beynin sinirlərini düşündürmək, sevgi içində yaşamaq, axı biliyi paylaşmaq bir sevgidir, xoş bir şeyi, həyat bacarığını, həyatda əldə etdiyi nailiyyətləri kiminsə də paylaşmaq, əlbəttə bu özü bir xoşbəxtlikdir, bir sağlamlıqdır. Bəzən sadəcə dərmanın tamına görə onu qəbul eləməkdən imtina edir pasiyentlər. Məhz buna görə də alimlər qollarını çırmayıb, necə edək ki, dərmanların acı tamını tamamilə aradan qaldıraq sualının cavabını axtarıblar. Baxaq görək tapa biliblərmi? Chemical Senses jurnalında dərc olunan və Monell Chemical Senses mərkəzi tərəfindən aparılan qlobal araşdırma Asiya, Cənubi Asiya və Afrikadan Amerika, Kanadaya yeni gələn Avropa əsilli 338 yetkin insanda 5 dərmanın və 2 acı modifikatorun acılıq intensivliyini araşdırıb. Alimlər insanların acı dadı reaksiyalardakı bəzi fərqləri izah edən genetik variantlar aşkar edib. Dərmanların qəbulunu asanlaşdırmaq üçün əlavə edilən dadlandırıcılar preparatın effektivliyinə zərər verməsin deyə tədqiqatçılar acı tamı tam bloklamaq üçün çalışırlar. Buna görə də dərmanların dadını hər kəs üçün yaxşılaşdırmaq və ehtiyacı olanlara qəbul etməyi asanlaşdırmaq məqsədi ilə aclıqdan qorunma strategiyaları üzərində işləyirik deyə alimlər bildirib. Yaz aylarında hansı vitaminləri qəbul eləmək vacibdir? 4 ən əsas vitaminin adını isə həkim açıqlayıb. Baxaq görək hansılardır və onları qəbul eləmək bizə nəyə kömək edəcək? Yazda qəbul edilməli 4 ən vacib vitamin. Həkim yazda orqanizmə lazım olan vitaminlərin adlarını açıqlayıb. Mart ayı ərzində virus xəstəliklərinin, soyuq dəymə və ağır kəskin respirator infeksiyon yoluxmalarının sayı artır. Qida rasionumuzda kifayət qədər vitamin olmadığını nəzərə alsaq, orqanizm vitamin və mineral çatışmazlığından məhz bu ay əziyyət çəkir. Rusiyalı həkim-terapevt Yuliya Etlis yazda qəbul edilməli ən vacib 4 vitaminin adını açıqlayıb. İlkin olaraq terapevt sağlam immunitet və enerji üçün D vitamini qəbul etməyi məsləhət bilib. İkinci sırada orqanizmin zəhərli maddələrdən qorumaq və hüceyrələrin çoxalmasına dəstək üçün həkim vitamin C-ni qəbul etməyi tövsiyə edir. B qrup vitaminlər də qəbul edilməli əlavələr siyahısındadır. Stress və gərginlikdən qorumaq, yaz depressiyasından qurtulmaq üçün ən yaxşı vitamin kompleksi məhz budur deyə həkim bildirib. Həkim sonda yazda qəbul edilməli vitamin siyahısına maqneziumu da əlavə edib. Maqnezium rahat yuxu, sakit əsəblər və ayaqlardakı yorğunluq, ağrı hissini aradan qaldırmağa kömək edər deyə həkim bildirib. Yuliya Etlis bu vitaminləri qəbul etmədən dozaları və saat intervalını təyin etmək üçün mütləq öz həkim-terapevtinizlə məsləhətləşmənizi tövsiyə edir. Bu xəbər sizi şok edəcək. Alimlərin yeni araşdırması sübut edib ki, tarakan südü inək südündən çox daha faydalıdır. Daha çox söz demək istəmirəm, xəbəri dinləsəz yaxşıdır. Tarakan südü inək südündən 3 dəfə çox xeyirlidir. Tədqiqatçılar bildirib ki, tarakan südü inək südünün yaxşı əvəzləyicilərindən ola bilər. Tədqiqat Beynəlxalq Kristallografiya İttifaqı tərəfindən aparılıb. Məlumata görə tarakan südünün tərkibində 3 dəfə çox faydalı qida maddəsi var. Həmçinin sağlamlıq üçün vacib olan bütün amin turşuları, yağlar və şəkər. Nəticədə bu orqanizmin tam qidalanmasını təmin edir. Alimlərin sözlərinə görə tarakanların yetişdirilməsi iri buynuzlu malqara saxlamaqdan iqtisadi və ekoloji cəhətdən daha əlverişlidir. Böcəklər daha az resurs tələb edir, ətraf mühitə ciddi ziyan vurmur və eyni zamanda yüksək qida dəyəri olan məhsul istehsal edir. Mütəxəssislər əminliklə deyir ki, tarakan südü tezliklə supermarket rəflərində görünə və pəhrizin adi hissəsinə çevrilə bilər. Bəs siz bu yeni məhsulu sınamağa hazırsınızmı? Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.